İmam Hüseyin aleyhisselam Aşura yeni bir toxum əkmişdi. Aşuradan Ərbeyinə qədər İmam Səccad aleyhisselam, xanım Zeynəb selamun aleyha ora su verdilər. Məcazi mənada danışılır. Gözlərinin yaşı ilə, qanları ilə suvardılar. Artıq İmam Hüseyin aleyhisselamın 40'ında, Səfər ayının 20'sində o toxum başladı bəhrə verməyə. Həmən toxum. Və ilbəyildən böyüdü. İlbəyildən o bitki, o behişt, cənnət, o ağaclıq, o Füzuli necə deyir? Hədiqat-ı Suəda, xoşbəxtlərin bağçası. O bağça gülləndikcən, çiçəkləndikcən buna dair nə qədər təpki oldu. Bunu nə bilim vurdular, yandırdılar. Bunu nə bilim nöğüt buraxdılar ki, kötükləri qurusun. Nə eləmədilər? Fəratın məcrasını deşdilər, Kərbəlanı yudu apardı. Əllərinə nə gəldisə bunun qabağını kəsmək üçün iş gördülər. Amma elə qanla, elə gözyaşı ilə suvarıldı o ki, ilbəyildən artdı, qadağalar çoxaldıqdan artdı.